süni özgüvən göstərmək o insana, o da müəyyən sonra sənə travmalar yaşadacaq. Çünki sən görəcəksən ki, bəzi insanlar onu tutacaqlar, görəcəklər sən əslində özgüvənli deyilsən. Çox momentlər olacaq və sənin hələ o özgüvənini çox sarsıtmağa çalışacaqlar, sarsıdacaqlar da. Onda da sən travma almış olacaqsan. Amma əsl özgüvəni sarsıda bilmir heç kim. Bilsən nə mənada sarsıda bilmir heç kim? Yəni, özgüvənli insan anlayır ki, hə, mən zəif ola bilərəm də, mən nələrsə bacarmaya bilərəm, mən bəzən gözəl görsənməyə bilərəm, mən xəstələnəndə belə bir təhər görsənə bilərəm, hə? Yəni ki, hər şeyi ilə qəbuldur, özü özünə hər cür qəbuludur. Özü üçün, yəni mən özümü hər cür qəbul edirəm. Bax, özgüvən budur. Pul çox qazananda da mən özümə hələ yaxşı yanaşıram, özümü normal hələ bəyənirəm də, sevirəm də, dəstək də oluram özümə. Heç qazanmasam da, qazansam da, çox da qazansam. Qocalıqda da özümü bəyənirəm, cavanlıqda da, orta yaşda da, xəstə olanda da, hər zaman mən özümə normalam. Özümü tənqid etmirəm. Bax, özgüvən odur. Kim gəlib sarsıda bilər sənin özgüvənini? Kimsə gəlib deyəndə, məsələn, qocalmısan falan, hə, qocalmalıyam da, insanam, yaşım artır. Normaldır bu. Məsələn, başa düşdünüz nə demək istəyirəm, dəmi?